Salam, əziz tələbələr. Mən Şükürlü Aysu, informatika müəllimi. Bugün sizinlə DİM kitabından birinci ilk mövzudan başlayırıq. Müəyyən sualların izahına nəzər salaq. Gəlin başlayaq birinci sualdan. İlk öncə ekran paylaşma edeyim. Aha. Deməli, ilk sual burada hansı mövzularda informasiya və informasiya prosesləri, informasiya təhlükəsizliyi. Birinci sualda bizə bu işarəni verib və soruşur ki, bu işarə nəyi ifadə edir? Deməli, biz bilirik ki, bu işarə müəllif hüququnun qorunması, yəni sualın cavabı olacaq A variantı. Bu hissələr hələ ki, nəzəri suallardır. Daha sonra informasiyanın xassələrini göstərən sıranı seçin. Baxıram A variantına. Deyir toplanma, saxlanma, ötürülmə, emal. Bunlar informasiyanın xassələri yox, informasiya prosesləridir. B variantı mətnin ədədi, qrafik, audio, video. Bunlar informasiyanın növləri adlanır. Vizual, dad, səs, qoxu, taktil. Bunlar isə informasiyanın duyğu üzvlərinə görə növlərdir. Bizə lazımdır xassələri. Müəyyənlik, kütləvilik, diskretlik, nəticəlilik. D variantındakı alqoritmin xassələrdir ki, qarşıdakı mövzularda biz bunlara toxunacağıq. Y variantı tamlıq, bəli, etibarlıq, obyektivlik və aktuallıq informasiyanın xassələridir, yəni bizim cavabımız olacaq Y variantı. Baxaq üçüncü suala. Deməli, üçüncü sualda bizə deyir ki, ziyanverici proqramların kompüterə daxil olması nəticəsində nə baş vermir? Yəni, ziyanverici proqramlar deyəndə virus proqramlarını nəzərdə tutur. Demək istəyir ki, virus proqramı bizim kompüterə yoluxduqda hansı proses baş vermir? Deyir, kompüterin öz-özünə yanıb sönməsi. Aha, bu ola bilər. Əgər bizim kompüterimizdə virus varsa, kompüter öz-özünə yanıb sönə bilər. Ancaq bizdən soruşur ki, baş vermir. Buranı diqqətlə oxumaq lazımdır. B variantına baxıram. Kompüterin fiziki olaraq sıradan çıxması. Fiziki olaraq sıradan çıxması, yəni kompüterin sınması mənasına gəlir. Bu cavabı hələ ki saxlayaq. Kompüterin işləməsinə ləngimələr, yəni müəyyən donma prosesləri. Əlbəttə ki, bu baş verər. Proqram və reklamların monitorda öz-özünə əks olması. Bəli, əgər sizin kompüterinizdə virus varsa, ekrana lazımsız reklamlar çıxa bilər. Daha sonra istifadəçidən xəbərsiz faylların silməsi, bəli. Əgər kompüterdə virus varsa, müəyyən fayllar öz-özünü silinib gedə bilər. Bizdən baş verməyəni soruşurdu. Cavabımız olacaq B variantı. Kompüter fiziki olaraq sıradan çıxa bilməz. Gəlirik dördüncü sual. Antivirus proqramlarının növünə aid deyil. Detektorlar, bəli, var. B variantı vaksinlər var. Müfəttişlər, bəli, var. Süzgəclər də var. Ancaq casuslar deyə antivirus proqramı yoxdur. Cavabımız olacaq Y variantı. İnsanın qəbul etdiyi informasiya forması hansıdır? Baxaq. A variantı diskret, B variantı analog, C variantı kəsilən, D variantı rəqəmsal, Y variantı isə statik. Deməli, gəlin belə danışaq. Biraz informasiyanın növləri, xassələrindən danışaq. İnformasiyanın var növləri, bunlar olacaq mətn, məntiqi, ədədi, səs, qrafik, audio, video və s. Daha sonra informasiyanın xassələrini bayaq sadaladıq ki, informasiyanı dedik ki, obyektivlik, aktuallıq, adekvatlıq, tamlıq, anlaşıqlıq, etibarlıq kimi xassələri var. Bundan başqa var informasiyanın formaları. İnformasiyanın formaları hansılardır? Deməli, mətn, ədədi, daha sonra var qrafiki, audio və kombinasiyalı var. Yəni, bunların hər birinin birləşməsi. Duyğu üzvlərinə görə informasiyanı dedik ki, var dad bilmə, qoxu, iyi bilmə. Yəni, daha doğrusu dad bilmə ilə bunun içində, qoxunun içində gedir iyi bilmə. Taktil, yəni dəri vasitəsilə toxunma və s. eşitmə, bunlar görmə. Bunlar hamısı informasiyanın duyğu üzvlərinə görə növlərdir. Sonra gəldik informasiyanın verilmə formaları. İnformasiyanın verilmə formalarından analoq var, rəqəmsal var. İnformasiyada, deməli, analoq və rəqəmsal nədir? Analoq verilənlər odur ki, analoq zamanı bizim
aldığımız informasiya kəsilmir. Məsələn, kitablardan oxuduğumuz informasiyalar bizim üçün analoq informasiyadır. Rəqəmsal informasiya isə kəsiləndir, yəni diskretdir. Yəni tutaq ki, hansı bir rəqəmsal texnologiyadan mən informasiya aldığım zaman, əgər işıqlar sönürsə və məndə internet gedirsə, bu zaman informasiya alımı kəsilir. Bu isə adlanır diskret. İndi bizə deyir ki, insanın qəbul etdiyi informasiya forması hansıdır? Əlbəttə ki, analoq informasiyadır bizim qəbul etdiyimiz informasiya. Sonra gəldik 6-cı suala. İnformasiyanın ötürülməsi prosesində aşağıdakılardan hansı rabitə kanalı kimi istifadə oluna bilər? Gəlin baxaq. İnformasiyanın ötürülməsi üçün ilk öncə olmalıdır informasiya mənbəyi. Deməli, qeyd etdik ki, birinci olmalıdır nə? Mənbə. Mənbə. İkinci olmalıdır kodlaşdırıcı qurğu. Üçüncü olmalıdır rabitə kanalı. Yəni bizim ötürülmə mühitimiz. Rabitə kanalı. Dördüncü olmalıdır dekodlaşdırıcı qurğu. Və 5-ci sırada da olmalıdır qəbul edici. Yəni informasiyanı alan tərəf. Aha, indi bizdən soruşur ki, informasiyanın ötürülməsi prosesində aşağıdakılardan hansı rabitə kanalı kimi istifadə olunur? Baxıram, müəllim, xeyr. Müəllim informasiya mənbəyi ola bilər, bəli. Nitq, bəli, nitq rabitə kanalı ola bilər. Yəni bizim nitqimiz vasitəsilə, tutaq ki, müəllimin nitqi vasitəsilə hər hansı bir sualın izahı tələbələrə ötürülür. Tələbə qəbul edici ola bilər, informasiya onsuz da informasiyada, auditor ya da rabitə kanalı ola bilməz. 6-cı sualda cavabımız olacaq B variantı. Gəlirik 7-ci suala. Deməli, informasiyanın xassələrini seçin. Bayaq dedik ki, diskretlik alqoritmi xassələrdir. Əgər bir yoxdursa, bir olan cavabları çıxıram ki, işim asan olsun. Nəticəvilik dedik, alqoritmin xassələrdir. 2 olan cavabları da çıxıram, qalır C və D. Obyektivlik, bəli, bu informasiyanın xassələridir. Gördüyümüz kimi burada var. Müəyyənlik, xeyr, bu alqoritmin xassəsidir. Bunu da çıxdım. Aktuallıq, bəli, informasiyanın xassəsidir. Kütləvilik də alqoritmin xassəsidir. Cavabımız olacaq 3 və 5, C variantı. Hansı şifrəlmə metodunda həm şifrələmədə, həm də deşifrələmədə eyni açardan istifadə edilir? Deməli, biz şifrəlmə metodu kimi istifadə edirik Sezar şifrələməsindən. Burada açar dediyi nədir? Yəni, hər bir hərf arasındakı məsafəni göstərir. Məsələn, bizdə K bərabərdir 5 kimi verilə bilər. Və yaxud da elə sözlə açar bərabərdir, tutaq ki, verib 3. Baxın, bunu nəzərdə tutur. Burada da, burada nəyi soruşur? Simmetrik yoxsa asimetrik? Burada olacaq cavabımız, deməli, simmetrik açar, simmetrik şifrəlmə metodundan. Deməli, Sezar şifrələməsindən söhbət gedir. Sezar şifrələməsində, baxın, qeyd elədim, açar aşağı kimi qeyd olunur. Hər bir hərf arasındakı məsafəni göstərir. Və bəli, burada da olacaq. Cavabımız dedik ki, simmetrik açar. Adından da əslində məntiqlə düşünəndə də eyni açardan deyirsə, demək ki, simmetrik olar. Aha, gəldik 9-cu suala. Biometrik informasiya əsaslanan mühafizə sistemlərinə aid deyil. Sualın sonunu diqqətlə oxuyaq. A. Fin-koda görə tanınma. Aha, bəli, bu var. Telefonumuza açar olaraq, kilit olaraq fin-kod qoya bilərik. Gözün qüzeylik işarəsinin şəklinə görə tanınma. Nitqin özəlliklərinə görə tanınma. Üzün təsvirinə görə tanınma. Bəli, bu ola bilər. Ovucun cizgilərinə görə və deməli, B variantı olacaq. Gözün qüzeylik işarəsinin şəklinə görə tanınma. Nitqin özəlliklərinə görə tanıma. Bizdən hansı deyilsə onu soruşur. Deməli, burada diqqətli oluruq yoldaşlar. Aha. Ümumiyyətcə, sualları oxuyanda hər zaman sonuna diqqət edin. Çünki doğrudur, doğru deyil, yanlışdır və yaxud da lazımdır, lazım deyil və s. Deməli, bizdən soruşur biometrik informasiya əsaslanan mühafizə sistemlərinə aid deyil. Baxın, biometrik nədir? Biometrik üz tanıma ola bilər, sonra nitqin özəlliklərinə görə tanıma olar. Bəli, fin-koda görə tanınma da var, amma fin-koda görə tanınma biometrik deyil. Və bizdən də biometrik olmayanı soruşur. Cavabımız olacaq A variantı. Aha, sonra gəldik 10-cu suala. Baxaq görək 10-cu sualda bizdən nəyi soruşur? Deməli, bizə deyir ki,
Hansı məlumatdakı informasiya obyektiv deyil? Deməli, ilk öncə biz qeyd edək görək, obyektiv informasiya nədir, yoldaşlar? Biz qeyd eləmişik ki, obyektiv informasiya odur ki, subyektiv, yəni bir şəxsin, bir subyektin fikrindən asılı olmasın. Deməli, deyir ki, pişiyin 4 pəncəsi var. Bunu saxlayıram hələ ki, gəlirəm digər variantlara. Küçədə havanın temperaturu 22 dərəcə Selsidir, müəllimin 45 yaşı var. Bugün hava çox istidir, 1024 kilobayt 1 megabayt. Məndən soruşur, hansı obyektiv deyil? Baxın, pişiyin 4 pəncəsi var. Bu fərqlənir ki, bizim evdəki pişiyin 4 pəncəsi var, sizin evdəki pişiyin 3 pəncəsi var. Xeyr. Deməli, bu hansı informasiyadır? Obyektiv informasiyadır. Ancaq məndən olmayanı soruşur. Küçədə havanın temperaturu 22 dərəcə Selsidir. Əlbəttə ki, bu da obyektiv informasiyadır. Sonra müəllimin 45 yaşı var. 45 yaşı varsa deməli 45 yaşı var. Bunu nə azalda bilmirik, nə də çoxalda bilmirik. Bu da obyektiv informasiyadır. Y variantına baxıram. 1024 kilobayt, 1 megabayt. Bəli, bizim 1 megabaytımız 1024 kilobayta bərabərdir. Bunu biz dəyişə bilmərik. Bu da obyektiv informasiyadır. Bugün hava çox istidir, ancaq obyektiv informasiya olmayacaq. Niyə? Tutaq ki, mənə görə çox isti deyil, amma sənə görə çox istidir. Yəni, bu subyektiv bir informasiyadır. Buna görə də biz subyektin fikrindən asılı olan bir informasiyanı obyektiv informasiya saya bilmərik. Aha, növbəti mülahizələrdən deyir hansı yanlışdır? Kətan qrafik informasiya daşıyıcısı ola bilər, kağız qrafik informasiya daşıyıcısı ola bilər, simsiz rabitə kanalı qrafik informasiya daşıyıcısı ola bilər, disket qrafik informasiyanın daşıyıcısı ola bilər, kitab informasiya daşıyıcısı ola bilər. Gəlin baxaq görək nəyə diqqət etdirməliyik dostlar. Deməli, mülahizələrdən deyir hansı yanlışdır? Biz səhv olan variant tapmalıyıq. Hər bir variant doğrudur, yalnız biri yanlışdır. Baxın, kətan qrafik informasiya daşıyıcısı ola bilər. Bəli, mən kətan üzərində şəkil çəkə bilərəm. Kağız qrafik informasiya daşıyıcısı ola bilər. Bəli, ola bilər. Kağız üzərində hər hansı bir məlumat saxlaya bilərəm. Simsiz rabitə kanalı qrafik informasiya daşıyıcısı ola bilər. Bunu hələ saxladıq. Disket qrafik informasiyanın daşıyıcısı ola bilər. Bəli, hər hansı bir diskin içərisində video və yaxud da şəkil faylı biz saxlaya bilərik. Kitab informasiya daşıyıcısı ola bilər. Əlbəttə ki, kitab informasiya daşıyıcısıdır. Gəlirəm, aha, bu sev variantına. Görək burada səhv olan nədir? Deyir, simsiz rabitə kanalı qrafik informasiya daşıyıcısı ola bilər. Baxın dostlar, simsiz rabitə kanalı məsələn, biz bundan modemi də göstərə bilərik. Qrafik informasiya daşıyıcısı deyil. Simsiz rabitə kanalı ötürmə kanalıdır, yəni ötürmə mühitidir. Bu informasiya daşıyıcısı ola bilməz. Cavabımız olacaq C variantı. Aha, gələk növbəti suallara görə bizə nə deyir? Davam eləyək. İnformasiyanın qrafiki təqdim edilmə formasına aid deyil. Foto şəkil, telefon danışığı, diaqram, sxem, yol nişanı. Qrafik informasiya, yəni şəkil formasında bir informasiya və yaxud da çertyoj, sxem və s. bunlar nəzərdə tutulur. Foto şəkil əlbəttə ki, qrafik informasiya daşıyıcısıdır. Diaqram qrafik informasiya daşıyıcısıdır. Sxem də qrafik informasiya daşıyıcısıdır. Məsələn, metrolarda divarlara çəkilən sxemləri, yol sxemləri və s. Yol nişanı da qrafik informasiya daşıyıcısıdır. Gəlirəm telefon danışığına. Telefon danışığı səsli formada baş verən bir şeydir. Bu qrafiki deyil, axı bu audiodur. Audio. Və yaxud da səs. Yəni, audio və yaxud da səs informasiyasıdır. Cavabımız olacaq B variantı. İnformasiyanın səs, audio formasında ötürməsi vasitələrinə aid etmək olar. Sxemi aid etmək olar? Əlbəttə ki, yox. Fotoşəkil dedik qrafikdir. Məktəb dərsliyi ola bilər audio formada? Xeyr. Yol nişanı da dedik ki, nədir? Qrafikdir. Cavabımız olacaq radio. Radio vasitəsilə biz müəyyən xəbərləri eşidə bilirik. Bu da olur səs informasiyası. Daha sonra gəldik 14-cü suala görək bizə nə deyir? İnformasiyanın audio formasını saxlaması vasitələrinə aid etmək olar. Mağazanın adı yazılmış lövhə. Burada söhbət mətndən gedir. Deyir, adı yazılmış lövhə. Bu olacaq mətin. Jurnal ola bilməz. Tarix dərsliyi. Burada da mətn ola bilər. Sonra qrafik ola bilər. Ancaq səs ola bilməz. Qəzetdə də eyni şəkildə bunlar ola bilər. Ancaq diskin içərisinə bəli, müəyyən mahnı, video saxlaya bilərik ki, burada da səs informasiyası, yəni audio informasiya biz ala bilərik. Papiros, diplom, kitab və kompakt disk arasında mücahid nədir? Bunlar hər biri, papiros keçmiş zamanlarda, diplom, kitab, kompakt disk və s. hər biri informasiyanın saxlanması üçün, yəni informasiyanın saxlanması qurğuları, belə deyək, informasiya saxlama qurğularıdır. Cavabımız olacaq hər bir üçün